düz xətti elçi düz xəttinə perpendikulyar olarsa, deyir, elçi düz xəttinin tənliyini yazın. Deməli, bax, bunu yazırıq. Əgər bir düz xətt digər düz xəttlə perpendikulyar kəsişərsə, mütləq bunların K1-i və K2-si, yəni birincinin bucaq əmsalının, ikincisinin bucaq əmsalının hasili -1-ə bərabər olmalıdır. İndi biz görürük ki, burada L1 düz xəttinin tənliyi əgər məsələn y bərabərdir K1 x plus b şəklindədirsə, onda ikincisində də olmalıdır y bərabərdir K2x plus b şəklində. Bunlar 4-4 nöqtəsində kəsişiblər. Bundan əlavə, L1 düz xəttinin digər koordinatını da bilirik. Bax, burada görürük -2. Bu nəyi bildirir? Yəni, -2 olarsa x-i, y nəyə bərabərdir? 0-a bərabərdir. Digərində amma bunu bilmirik. Yəni, bu nöqtəni bilmirik. İndi onu tapmağa çalışırıq. Onda gəlin biz belə eləyək. Bu birinci tənlikdə, bax, bu qiymətləri yerinə yazaq. Nəyə yazırıq deməli? X-in yerinə -2 qoyuruq, y-in yerinə 0 qoyuruq. Yazırıq. 0 bərabərdir -2 K1 üstə gəlinsin B-yə. Bir də L1 düz xətti üçün bunu da yaza bilərik də. A nöqtəsində də təyin olunur. Çünki x-ına 4 verəndə y-i də 4 olur. Onda da belə yazıram. 4 bərabərdir 4K1 üstə gəlinsin nəyə? B-yə. Bura qədər aydındırmı? Sonra nə edirik? Bu sistemi həll eləməyə çalışırıq. Yəni, bu bir dənə sistem tənlidir. Buradan alıram ki, B bərabərdir 2 dənə K1-ə. Gətirirəm, bunun yerinə yazıram burada. Olur 4 bərabər 4K1 digərə 2K1 6 dənə K1 bərabər 4-ə K1 isə bərabər neçəyə? 3-də 2-yə. Müəllim, Bəli. 2B bərabər 2K1 olmalıdır. Xeyr. Alt-alta toplayalım. Buradan əvəzdən aparıram. 0 bərabərdir -2K1 plus B və bu da buna bərabər olmuş. Buradan K1-i tapdım. Yuxarıda yazdığım əsas məsələmiz var idi ki, bizim burada dedik ki, qayda olaraq K1 vurulsun K2 bərabər olmalıdır -1-ə. Gətirirəm, burada K1-in yerinə 3-də 2 qoysam, olur 3-də 2 K2 bərabərdir -1-ə. K2 bərabərdir neçəyə? -2-də 3-də. Deməli, bu dəfə bizim növbəti elçi düz xəttimiz üçün olan tənliyimiz bu şəkildə olmalıdır. Y bərabərdir K2 üstə gəlsin B şəklində deyildi. Burada qiymətlərin yerinə yazmalıyıq. Olmalıdır Y bərabərdir -2-də 3 x plus B-yə. Və bu da A 4-4 nöqtəsində təyin olunduğunu deyir. 4-4 nöqtəsində təyin olunubsa, deməli, x-a 4 verəndə y-i də 4 olmalıdır. Olur 4 bərabərdir -2-də 3 vurulsun 4 üstə gəlinsin B-yə. Buradan da hesablama aparsaq B bərabər olmuş olur neçəyə? 10-a. Bizdən elçi düz xəttinin tənliyini soruşduğu üçün yekun olaraq tənliyimiz bu şəkildə olur. Bunun B-si məlum, K-sı da məlum. Gətiririk, yerinə yazırıq və yekun olaraq tənliyimiz bu şəkildə olur. Y bərabərdir -2-də 3 x üstə gəlinsin 10-a. Demək, doğru cavab buna bərabərdir.